Dostlar, hamıya salam. Hər vaxtınız xeyir olsun. FD Futbol kanalındasınız. Kanalıma xoş gəlmisiniz. Hər birinizi salamlayıram. Qanım biraz qaradır. Belə loru dildə desəm, çıxdı. Qalx düzül. Hər şey yaxşı getdiyi bir anda, hər şeyin yaxşı getdiyi bir anda zədələr epidemiyası gəldi, Barselonanı tutdu. Ötən mövsüm Madriddə başlayan bu epidemiya bu mövsüm Barselonaya transfer olundu və artıq zədələrdən biz əziyyət çəkməyə başladıq. Elə bu çəkilişə gələndə bir pis xəbərlə rastlaşdım. Daha doğrusu iki pis xəbərlə. 2 gün öncə bir pis xəbərlə. Joan Garcia, Rafinha gələcək turlarda olmayacaqlar. Paris Saint-Germainlə oyunda olmayacaqlar. Çox çətin bir vəziyyətdəyik. Çox ağır bir vəziyyətdə komanda üçün. Komandanın demək olar açar oyunçuları zədəlidirlər. Okey, Lamine Yamal qayıdıb. Deyirlər Balde qayıdıb. Amma onlar indi hansı formadadılar? Hansı fiziki göstəricilərə malikdirlər, hələ biz bunu bilmirik. Bilmirik ki, indi onlar Paris Saint-Germainə qarşı oyunda öz maksimumlarını göstərə biləcəklər, yoxsa yox. Adamlar ən azı 2-3 həftədir futbol oynamırlar və hələ də Yamalın zədəsi belə tam sağalmayıb deyirlər. Sual altındadır. Güya ki, Real Sociedadla oyunda adam ehtiyat oyuncular skamyasında olmalıdır və ola bilsin ki, ikinci hissədə Flick ona şans versin. O da ola bilsin. Yəni komandanın əsas prioriteti Yamalı və Baldeni Paris Saint-Germainlə oyuna saxlamaqdır. Bəli, biz bilirik ki, Paris Saint-Germainin də heyətində yetəri qədər zədəlilər var. Dembele zədəlidir, Doué zədəlidir, demək olar açar oyunculardan biridir. Amma nəzərə alsaq ki, Paris Saint-Germainin heyəti nə qədər genişdirsə, bizim heyətimiz bir o qədər kiçikdir. Yadınızdadırsa, yay aylarında mən demişdim ki, Barselonanın transfer pəncərəsində belə passiv olması mövsüm ərzində bizə problemlər yaşada bilər. Və bu problemlər gəldi çıxdı. Fermin Lopez Xetafe ilə oyunda zədələndi. Joan Garcia bugün məşqdə zədələndi. Rafinha Oviedo ilə oyunda zədələndi. Bilmirəm. Əslində mən qızıl top haqqında da danışmaq istəyərdim biraz, amma indi bu zədələr gəldi. Bəd xəbərlər eşitdik. Ona görə qısa danışacağam, çox uzatmayacağam. Dembeləni təbrik edirik. Nə qədər də futbol adına ləkə olsa da, mən buna belə deyəcəm. Kim nə deyir desin. Futbola baxma, tennisə bax, basketbola bax, nəyə bax. Özünüz bilərsiniz. Dembele mənə görə qızıl topa layiq bir oyuncu deyil. Bunun Barselonaya qarşı heç bir aidiyyatı yoxdur. Barcelonada oynayıb, Barcelonaya qarşı antipatiya var, nə bilim, Barsa ona düşmən kimi yanaşır. İkinci Figo, heç bir dəxli yoxdur. Hələ bəziləri var ki, Barsa azarkeşlərinə lağ eləyir ki, güya ki, indi Rodri qızıl top alanda biz komanda oyunu demişik. Vinicius'a heç nə demədik, Vinicius layiq idi. Vinicius niyə layiq olsun ki, qızıl topa? Mən nə demişdim ötən çıxışlarda? Qızıl top elə bir nailiyyətdir ki, bu nailiyyətə çatmaq hər oyuncunun başı üçün olmamalıdır. Girin baxın da, girin baxın siyahıya, görün qızıl toplu bu günə kimi kimlər alıb? Kimlər o elit səviyyəyə yüksəlib? Hansı oyuncuların adı var orada? Yəni adını çəkmək istəmirəm, özünüz məndən yaxşı bilirsiniz. İndi həmin elit oyuncuların adı arasında bir dənə Dembele var orada. Ayağında top çiləyə bilməyən Dembele. Və bəziləri anlaya bilmir ki, Paris Saint-Germain komanda şəklində Dembeleni dirçəltdi. Yəni, mən demirəm ki, bunu Yamal almalıydı. Mən demirəm ki, Rafinha almalıydı. Amma Yamal və Rafinha Dembeledən qat-qat layiq idi bu titula. Rafinha qoyuram, 5-ci yer biabırçılıq, okey. Adam ən azı üçlükdə olmalıydı. Pedri, 11-ci yer. Halal olsun sizə. Halal olsun, 11-ci yer, möhtəşəm. Daha sözüm yoxdur.
Bu titul deməyək də, bu nailiyyət Vitinyanın tam haqqı idi. Vitinyanın tam haqqı idi. Adam həm millidə uğurlu oldu, həm klubda uğurlu oldu və klubun fundamental bir rəhbəri idi. Ən əsas özəyi idi. Lamine Yamal'la Dembele'nin fərqi nədədir? İndividual olaraq biri var, sən komandanı daşıyasan. Biri var, komanda səni daşısın. Budur fərq. Lamine Yamal'ın ötən mövsüm göstərdiyi performansı sonuncu dəfə mən Cristiano Ronaldo və Lionel Messi'nin dövründə görmüşəm. Başqa heç zaman görməmişəm. Cristiano və Messi'dən sonra üçüncü belə bir futbolçu olmayıb ki, Lamine Yamal'ın performansını təkrar eləsin. Və 17 yaşında. Lamine Yamal'ın Inter'ə qarşı oyunları tarixi oyunları idi. Yəni futbol muzeyinə qoyulası bir oyunları idi. İndividual olaraq heç bir oyuncu belə bir işlər görməmişdi. Yenə deyirəm, mən Lamine Yamal demirəm, amma Dembele sadəcə olaraq gözəl statistikası oldu. Ona qalsa Rafinha statistikası ondan yaxşı idi. Çempionlar Liqası qazandı, vəsə. Onda belə eləyək də, Çempionlar Liqasını kim qazanırsa, qızıl topu verək ona. Yəni mövsüm ərzində biz futbola baxmayaq. Oturaq sıxaq finalı. Finalda kimin oyunçusunda qol çoxsa, qol azdırsa, orada oturaq tutaq görək kim çempion olsa, onun oyunçusu qızıl top alacaq. Belə götürək də bunu. Ötən mövsümki qızıl top haqqında danışmaq istəyirəm. Bəzi dostlarımız var ki, yenə deyirəm, Barsa ləğv eləmək istədilər. Barsa azarkeşlərinə daha doğrusu. Deyir, Vinicius qızıl topa layiq idi, heç kim səsini çıxarmadı. Vinicius qızıl topa layiq deyildi, çünki fair play qaydalarına uyan bir oyuncu deyildi. Bəzən futbola gözlərlə baxmaq lazımdır, başqa yerlərlə yox. Vinicius bəyəm statistika ilə qızıl topa layiq bir futbol oynamışdı? Xeyr. Sizə sual verirəm. Ötən mövsüm Vinicius nəyə görə qızıl topa namizəd idi? Statistikasına görə? Xeyr. Vinicius'un belə wow statistikası yox idi. 26 gol, 11 asist. 37 gol üstəgəl asist. Bir o qədər də, yəni belə wow göstərici deyil. Vinicius ona görə namizəd idi ki, Vinicius tək başına, sırf Yamal kimi, Yamal levelində komandanı tək başına daşıya bilirdi. Tək başına liderliyin göstərirdi və individual olaraq belə big performans göstərirdi. Möhtəşəm performans göstərirdi. Ona görə gəlmişdi Vinicius ora. Və Vinicius layiq idi qızıl topa. Oyunu olaraq, performans olaraq bəli layiq idi. Çünki Real Madridi tək daşıyırdı. Amma fair play olaraq layiq deyildi. Bir şəxsiyyət olaraq o qızıl topa layiq deyildi. Və Vinicius'un qızıl top uğrunda mübarizəsi ötən mövsüm yox, üzr istəyirəm, 2024-cü ildən söhbət gedir. Kimixə qarşı elədiyi hərəkətdən sonra bitdi. Yadınızlarsa Santiago Bernabeu'da Kimixə qarşı hörmətsiz elədi. O pik həddi idi. Onsuz da mövsüm ərzində FIFA, UEFA və yaxud digər futbol assosiasiyaları, yəni qurumları Vinicius'dan yığmışdılar. O partlama nöqtəsi oldu. Kimixin hərəkəti, Kimixə qarşı olan hərəkət partlama nöqtəsi oldu. Bu qədər sadə. Və ona görə adam qızıl top almadı. Rodri'yə gəldikdə isə, Rodri'də həmçinin adamın 16 gol, 11 asisti var idi. 11 gol, 16 asisti var idi. Yəni dayaq yarım müdafiəçisidir bu adam. Bəyəm dayaq yarım müdafiəçisi üçün pis nəticə idi bu. Adam demək olar Vinicius'dan 10 rəqəm aşağı nəticə göstərib. Dayaq yarım müdafiəçisi ola. Adam Avropa çempionu oldu. Bəli, 2024-cü il qızıl topun namizədliyi və qalibi mənə görə Carvajal olmalı idi. Mən Carvajal istəyirdim olsun. Açıq danışacağam. Həm Çempionlar Liqasında uğurlu oldu, həm İspaniyada uğurlu oldu millidə, həm La Liqanı qazandı, İspaniya Super Kubokunu qazandı və mərkəzi fiqurlardan biri idi. Amma Rodri də onlardan geri qalmırdı. Rodri'də həm fair play var idi, həm rəqibə hörmət var idi, həm oyun var idi, həm komandanı tək daşımaq var idi. Hiss olunurdu ki, bu adam əsas fiqurlardan biridir. Necə ki, Vinicius Real Madriddə və Yamal Barcelonada. Amma Dembele Paris Saint-Germain'in əsas fiquru deyildi. O puzzle'dan bir parçaydı. Yəni Dembele o komandada olmasaydı, onun yerinə Girassi olsaydı,
eynən həmin nəticəni Paris Saint-Germain verəcəkdi. Çünki Luis Enrique bir komanda düzəltdi, bir komanda oyunu yaratdı və bu komandanın tərkibində olan Dembele sadəcə olaraq o komandaya kömək etdi. Açar fiqur deyildi adam. Bu qədər sadə qızıl top haqqında məndən bu qədər. Bir daha xeyirli olsun. Nəysə, hər şeyin başını buraxaq, keçək oyunlara. Bildiyiniz kimi komandamız və əzəli rəqibimiz Real Madrid son 2 turda La Ligada xal itirmədi. Real Madrid Espanyola qarşı öz evində 2-0 qələbə qazandı. Daha sonra Levante səfərində uğurlu oldu 4-1. Həmçinin bizim komandamız, sevimli komandamız öz evində Xetafeni 3-0 hesabı ilə məğlub etdi. Daha sonra isə Oviedo səfərindən deməyim ki çətin, amma biraz validollu qələbə qazandı. Biraz əsəblərimizlə işlədilər. Joan Garcia hoqqa verməyə başlamışdı, amma olur. Amma risk etməyi sevir, bu yaxşı bir şeydir. Amma zədə alması biraz bizim qanımızı qaraltdı. İndi La Ligada vəziyyət belədir. Real Madriddən 2 xal geri qalırıq. Və qarşıdan bizi Real Sociedad'dan oyun gözləyir. Real Madridi isə Atletico Madridlə oyun gözləyir. Məncə Real Madrid Atletico Madridlə oyuna tam yüklənəcək. Çünki Atletico Madriddən sonra Realı Kairat səfəri gözləyir. Qazaxstana uzun bir səfər gözləyir. Amma gəlin boynumuza alaq ki, yəni hal-hazırda Kairat bir o qədər də belə güclü bir rəqib deyil ki, Real Madridə qarşı nəsə edə bilsin. Ona görə məncə Real Madrid tam fokusun Atletico Madridlə oyuna yönəldəcək. Çünki Real Madridin Atletico Madridə qarşı bir o qədər də yaxşı statistikası yoxdur son illərdə. Yəni demək olar Real Madrid Metropolitanoda qələbə qazana bilmir. Axırıncı dəfə deyəsən 2022-ci ildə qələbə qazanmışdılar, səhv etmirəmsə. Əgər səhv edirəmsə, şərhlərdə məni düzəldə bilərsiniz. Amma məncə bu oyun yenidən bərabərliklə bitə bilər və yaxud Atletico Madridin qələbəsi ilə. Mən bunu gözləyirəm. Atletico Madrid çox qeyri-stabil futbol oynayır. Komanda bu yay demək olar dayanmadı transfer pəncərəsində. Amma hələ ki Simeone yeni oyuncuları düzəldə bilmir, əmələ gətirə bilmir, hiss edirsiniz hər halda. Nəsə çatışmır. Bu Atletico Madriddə həmişə olub. Atletico Madrid həmişə mövsümə bərbad başlayıb. Ötən mövsümdə belə idi, əgər yadınızdadırsa. Amma qışdan sonra, qış aylarında Atletico Madrid özünə gəlməyə bacarır. Ona görə Atletico'nu oyundan silmirik və mən inanıram ki, Atletico Madrid Real'a problemlər yaşadacaq. Alvarez yaxşı formada deyil, baxmayaraq ki, Rayonun oyunda hat-trick etdi deyəsən. Hat-trick etdi yoxsa dubl etdi? Hat-trick etmişdi deyəsən. Yadımda deyil, baxmadım oyuna. Amma nəsə çatışmır. Atletico'da nəsə çatışmır. Məncə yavaş-yavaş düzələcək. Real Madrid bu oyunda problemlər yaşaya bilər. Çünki hal-hazırda Real Madriddə mərkəz xəttində problemlər var. Yəni müdafiə cəhətdən demək istəyirəm. Carvajal bir o qədər yaxşı formada deyil. Arnold yoxdur, Rüdiger yoxdur. Militao və Hüseyin qalıb. İndi görək onlar Alvarezlə Griezmann qarşısına ala biləcək yoxsa yox. Hesab təxminlərinizdə yaza bilərsiniz. Görək siz nə düşünürsünüz bu oyun haqqında. Mən belə düşünürəm ki, bu oyun Atletico Madridin 2-1 hesablı qələbəsi ilə bitəcək. Belə düşünürəm. Barcelona isə öz evində Real Sociedadla qarşılaşacaq. Düzün desəm, hal-hazırki vəziyyətdə Real Sociedad bizim üçün bir o qədər də çətin rəqib deyil. Amma burada bir nüans var. Real Madriddən fərqli olaraq Barcelona'nın Çempionlar Liqasında çətin bir rəqibi var. Bu Paris Saint-Germain'dir. Yəni Barcelona Real Sociedadla oyuna tam gücü ilə çıxa bilməz. Onsuz da çıxa bilməyəcək. Çünki komandada oyuncu yoxdur oynamağa. Heyətdə oyuncu yoxdur. Demək olar hamısı zədəlidir. Fermin Lopez yoxdur, Joan Garcia yoxdur. Balde gəldi, Yamal gəldi, okey. Rafinha'mız getdi. Daha kim yoxdur? Kimdən oynayacaq? Şestin qapıda yenə də ümidimiz Polşalı bizim Kurulişkədir. Ümid edirəm ki, sigareti yaddan çıxarıb oyuna başlayar, formasını qoruyar, qapını toxunulmaz saxlayar, amma nəsə inanmıram. Çətin oyun olacaq. Düzün desəm Paris Saint-Germain'ə qarşı oyunu mən sıxıb gözləmişəm və bu oyunu demək olar hamımız gözləyirik. Hətta neytral futbol azarkeşləri belə gözləyir. Amma bu zədələrin olması
futbolun marağını azaldır. Demək olar, hər iki komandanın heyətində açar oyunçular yoxdur. Və doğrudan da bu böyük bir problem olacaq, böyük bir sarsıltı olacaq bizim üçün. Yəni Rafinyanın yoxluğu, Ferminin yoxluğu, nəzərə alsaq ki, Olmo da bir o qədər də yaxşı formada deyil. Bilmirəm kim oynadacaq Flick. Biz Flickə artıq mənim yazığım gəlir, doğrudan da yazığım gəlir. Vallahi yazığım gəlir. Yəni doğrudan adam səsini çıxarmır, işini görür, amma oyunçular bir-bir zədə alır, əvəzlərinə isə oyunçu yoxdur. Heç kim yoxdur oynamaq. Ancaq La Masiyadan kimsə gətirmək lazımdır və yaxud Juan Garcia'nı nə bilim, hücumda oynatmaq lazımdır. Erik Garcia'nı dayaqda oynatmaq lazımdır. Birazdan Lewandowski-ni mərkəz müdafiəçisi kimi oynadacaqlar. Belə-belə bir-birlərini ört-basdır edirlər. Paris Saint-Germain-lə oyun demişkən, fan klub olaraq biz toplaşırıq. Hər halda xəbəriniz var. İnşallah ki, ayın 1-i V10 pub'dayıq, komandamıza dəstək olacağıq. Bu oyunu biz çoxdan da gözləyirik. Alınası bir qisasımız var. Baxmayaraq ki, heyətimizdə əksiklər çoxdur, zədəlilər çoxdur, amma komandaya inanırıq, güvənirik və əminəm ki, komanda Paris Saint-Germain-lə oyunda bizim üzümüzü güldürəcək. Sizin də yolunuzu gözləyirik. Hər halda Newcastle-la oyunda bizimlə bir yerdəydiniz. O möhtəşəm atmosferi, o möhtəşəm auranı hiss etdiniz. Paris Saint-Germain-lə oyunda oranı dağıtmalıyıq. Maksimum dəstək, yəni stadiondan fərqi olmamalıdır. Ona görə yerinizi rezerv edin mütləq. Oyundan sonra inşallah ki, qələbə qazanarıq. Əhvalımız yerində olar. Hədiyyələrimizi paylayacağıq. Forma qazana bilərsiniz Fanshopdan, bizim forma sponsorumuzdan. Sonra bir giftdən gözəl bir çərçivə qazana bilərsiniz və digər Barselonamıza aid olan aksesuarlar qazana bilərsiniz. Hansi-Dieter Flick? Bu adama heykəl qoyulmalıdır yoxsa yox? Şərhlərdə öz fikirlərinizi bildirin. Məncə elə tezdir, amma hər şey ona doğru gedir. Yəni bu adama doğrudan da heykəl qoyula bilər. Yəni ona layiqdir. Hans-Dieter Flick Barselonanın heyətində 50-ci qələbəsini qazandı 67-ci oyununda. Məncə möhtəşəm bir göstəricidir, möhtəşəm bir rəqəmdir. Hans-Dieter Flick minimal resurslarla işləyib maksimal nəticələr göstərən tək-tük adamlardan biridir. Əlindəki ilə yetərlənən, kifayətlənən bir insandır. Milyonluq transfer istəməyən bir insandır. Rəhbərliyə tələblər qoymayan bir insandır. Əlində nə varsa o ilə işləyən bir adamdır. Sadəcə olaraq möhtəşəm və yəni baş əyləsi adamdır. Yəni mən Barsa tarixində belə bir baş məşqçi olmayıb. Bilmirəm, deyə bilərik ki, Flick Barsa tarixinin ən yaxşı baş məşqçisidir. Amma ən azından ilk üçlüyə girəcək bir adamdır. Mənə görə, bu iki mövsümə görə mən onu ora layiq bilirəm. Doğrudan da bilirəm. Guardiola'mız oldu, əfsanəmizdir. Həm oyuncu kimi, həm məşqçi kimi bizi möhtəşəm bir səviyyəyə çatdırmışdı Guardiola. Başqa məsələ, yeri başqadır. Sevirik. Amma Flick'in əlində olan resurslara baxsaq və Guardiola'nın əlindəki olan resurslara baxsaq, fərqi görərik biz. Tam başqa futbol oynayır Flick. Guardiola futbolundan fərqlidir. Tam başqa sistem, tam başqa mexanizm, okey. Amma son nöqtə, yəni cəm titullardır və nəticələrdir. Flick minimal resurslarla, Gerard Martin kimi oyuncu ilə nəticə verir. Pepin əlində Abidal idi, Maxwell idi. Adam Erik Garcia ilə nəticə verir. Bilinmir, müdafiəçidir, dayaq yarım müdafiəçisidir, sağ cinah müdafiəçisidir. Pepin əlində Daniel Alves idi. Pepin əlində Barselonanın ən prime heyəti idi. Amma Flick'in heyətində cavan uşaqlardı. Adların belə tanımadığımız cavan uşaqlar idi və onlarla bu adam nəticə verdi ötən mövsüm. Və indi də verməyə başlayır, davam da edir. Mən demişəm, deyirəm və deyəcəm də. Bu mövsüm Barselona bir titul belə qazanmasa, Flick'ə bir söz deyən deyiləm. Deməyə belə ixtiyarımız yoxdur. Azarkeşlər olaraq bizim ona nəsə deməyə ixtiyarımız yoxdur. Bilirsiniz Flick'in işində nəyə bənzəyir? Elə bir ki, at yarışındasınız.
Atlar qaçır da. Hər bir atdır, belə gözəl atlardır, nə bilim 10 sıradır. Bir at nə bilim Manchester City'dir, bir at Real'dır, bir at Liverpool'dur. Top klublar təsəvvür edin. Sondakı at isə Barcelonadır. Eşşəkdir. Atların arasına soxublar onu. Qayıdıb deyirlər ki, qardaş, bu atlarla yarışmalısan, sən eşşəksən də. Yəni sənin əlində olan eşşəkdir. İndi bu biraz ola bilər sərt çıxır, amma yəni mən müqayisəni izah etmək istəyirəm sizə. Əlbəttə ki, eşşək atla bacara bilməz sürətdə. Və Flick'in gördüyü iş budur. Yenə deyirəm, ola bilər biraz kobud çıxır, amma başqa cür izah edə bilmirəm. Və adam problemi də ondadır ki, daha doğrusu yaxşı tərəfi ondadır ki, adam eşşəyə minərək atları qabaqlayır. Başa düşdünüz nə demək istəyirəm? Adam eşşəklə nəticə verir. Belə pis çıxmasın. İndi eşşəyə qarşı hörmət seyretmək istəmirəm. Sual verə bilərsiniz ki, Flick bu situasiyadan bezib komandanı tərk edə bilər. Bəli, edə bilər. Baxmayaraq ki, Flick 2027-ci ilin yayına qədər komanda ilə müqaviləni uzatdı. Amma Flick məncə hansısa nüansda Alman tərsliyini ortaya qoyub komandanı tərk edə bilər. Çünki Flick elə-belə baş məşqçi deyil. Bəli, bayaqki bizim nümunələrimiz oldu. At eşşək söhbəti bu öz yerində. Amma adam statuslu bir insandır, statuslu bir baş məşqçidir və əlbəttə ki, statuslu bir baş məşqçi istəyər ki, hər mövsüm titullar uğrunda mübarizə aparsın, əsas titullar uğrunda mübarizə aparsın və komandası rəqabətçil olsun. Digər komandalardan geri qala bilər, amma həddindən artıq geri qala bilməz. Mən açıq deyirəm, Barcelona'nın bugünkü heyəti digər rəqiblərindən çox-çox aşağı səviyyədədir. İnciməyin məndən. Və biz əgər günümüzdə bu nəticəni əldə ediriksə Flickdən, yəni o adama doğrudan da heykəl qoyulmalıdır. Yəni zarafat eləmirəm, doğrudan da heykəl qoyulmalıdır o adama. Heç bir baş məşqçi bəlkə belə bir şey də bilməzdi. İndi Flick'i çox ağır bir sınaq gözləyir. Çox ağır bir sınaq gözləyir. Zədələr epidemiyasından komandanı çıxarmaq lazımdır. Amma yenə də mən o Flick'ə inanıram. Mən hiss edirəm ki, Flick nəsə edəcək. Bəxtimizdən bu zədələr Çempionlar Liqasının bir o qədər də önəmli məqamına düşməyib. Hələ ki, liqa mərhələsidir, qarşıdan sadə rəqiblər gəlir. Məncə bu heyətlə yola vermək olar. Amma La Liqada büdürəyə bilərik. Çünki qarşıdan El Clasico gəlir. Və ümid edirəm ki, heyət ən azından yaz ayına tam olaraq formalaşacaq və zədəlilər qayıdacaq və sağlam bir rəqabət olacaq. Buna inanmaq lazımdır və ümid edirəm ki, o zaman zədələr olmaz. O zaman zədələr olmaz. Olsa bir abırçılıq apar tulla. Qalx düzül. Ona görə transferlər lazım idi. O da maddiyyatımız imkan vermir. Bilmirik nəyin dərdini çəkək. Amma yaxşı olacaq. İnanıram ki, artıq az qalıb o sıxıntılar. Hiss edirəm. Bəlkə də siz də onu düşünmüsünüz. Sıxıntıların bitməyinə çox az qalıb. 1 il, 2 ilə bu komanda düzələcək. Çox az qalıb. Həm maddi cəhətdən, həm heyət cəhətdən düzələcək. Yəni çox gözəl günlər gözləyir bizi. Mən buna inanıram. Barcelona haqqında transfer şayiələri yayılıb. Barcelona güya ki, Borussia Dortmundun hücumçusu Serge Guirassy ilə maraqlanır. Belə deyim, mən düzün desəm onun belə böyük bir fanatı deyiləm, amma məndən dedilər ki, Fuad öz fikrini bildirir bu haqda. Mən bunu deyə bilərəm ki, Serge Guirassy doğrudan da qol duyumu yüksək olan bir hücumçulardan biridir hal-hazırda. Günümüzdəki futbolda, yəni doğrudan da adlı sanlı hücumçulardan biridir. Amma deyim ki, onu uzun perspektivli bir məqsəd üçün komandaya gətirmək düzgün olarmı və yaxud yox, biraz baş şübhələr içində qalıram. Bir nömrəli forward kimi gətirib onu komandaya qoymaq düzgün olarmı? Burada ilişib qalıram. Siz də öz fikirlərinizi bildirin. Sizcə Guirassy Barsaya uyğun olar yoxsa yox? Əslində bu transferin özünə Flick istəyib. Flick özü pozitiv yanaşır bu transferə. Amma Serge Guirassy bilirsiniz nədir? Mənə görə sırf olaraq cərimə meydançası hücumçusudur. Yəni qoyasan onu cərimə meydançasının içinə, top gələ bitirə. O cəhətdən okeydir, hər şey yaxşıdır. Amma Barcelona elə bir komandadır ki, Barcelonanın 9 nömrəsi daim hərəkətdə olmalıdır.
mərkəzə düşməlidir, topu qəbul eləməlidir, wingerlərə paylamalıdır. Serek Gerasidə elə bir xüsusiyyət bir o qədər də yaxşı inkişaf etməyib. Serek Gerasi tam başqa stildə oynayır və onun Barsada uğurlu olub ola bilməyəcəyini tam dəqiqliklə deyə bilmirəm. Mənim yenə də bir nömrəli seçimim Julian Alvarezdir. Başqa variant yoxdur. Məncə günümüzdə hal-hazırki hücumçular arasında, aktiv hücumçular arasından ən uyğun və düzgün seçim Julian Alvarez olardı. Ümid edirəm ki, yay transfer pəncərəsində Barcelona bu haqda düşünəcək və Julian transferi alınmasa belə, heç olmasa top səviyyəli bir hücumçu komandaya gətirəcəklər. Çünki bu mütləqdir. Mütləqdir. Lewandowski ilə alınmayacaq. Lewandowski ilə valla alınmayacaq. Bunu mən dəfələrlə demişəm. Yəni adam bu mövsüm komandadan getməli idi, göndərmədilər. Bilmirəm niyə. İndi adam ikinci cavanlığını yaşayır, nə bilim, indi ona həyat yoldaşı orada elə motivasiya verir ki, adam deyir ki, yox, mən oynayacağam, partladacağam, belədir. Amma onun bu inadkarlığı bəzən komandaya mənfi təsir göstərir. Lewandowski çox böyük bir hücumçudur. Dahi bir hücumçudur. Amma artıq yaş öz sözünü deyir. Və yeni mövsümdən, yeni hücumçu ilə digər mövsümə hazırlaşmalıyıq. Dostlar, məndən bu qədər. Beynimdə olan, ürəyimdə olan hər şey dedim. Ürəyimi boşaltdım. İnşallah ki, hər şey yaxşı olacaq. Yenidən təkrar edirəm, hamınızı gözləyirəm Veyon Pub'da ayın 1-i. Çünki möhtəşəm oyun var. Artıq indidən həyəcanlıyam. Qələbə qazanmalıq variantı yoxdur. Zədəyizlə baxan deyiləm. Kim zədəlidir, kim zədəli deyil. Heç belə pis çıxmasın. Vezmə də deyil. Ferranımız var. Lamin qaydacaq. Nə bilim, Rashforddan gözləyirəm. Rashforddan partlayış gözləyirəm Paris Saint-Germain oyunda. O özdə o Paris Saint-Germainə qarşı həmişə yaxşı oynayır. United dövrü yadıma düşdü. O Parisdə onları susturmuşdu. Davay Rashford, ümid sənədir. Viska Barsa, Viska Kataloniya.